Salam əziz tamaşaçılar. Bir həftə keçdi. Mən Yalçın Uğur, yenidən sizlərin qarşısındayım. Bugün daha bir məşhurun bir günü çəkib sizlərə təqdim edəcəyik. Məndən arxada gördüyünüz o ev həmin məşhurun evidir. O hansı məşhurdur? Anonsları izləyin. Rüfət Nasosnu ata oldu. Uşağı tapmışam. Yalçın Uğur'un bir gün layihəsində növbəti ilk. Mən Mehribanın evi ilk dəfə bir gün verilişində. Çəkiliş zamanı keçmişindən ona edilən sürpriz. Keçmiş həyat yoldaşın səndən barışmağa gəlib. Bu görüş baş tutacaqmı? O, şou aləmində rəfiqəlik edənləri ifşa elədi. Mən desəm bildiklərimi, hamısının dostluğu var, bilsən necə olar? Partapar. Şəraitsiz ev və keçmişin acı xatirələri. Yox, qətiyyən keçmişimi unutmuram. Keçmişim budur. Xalq artisti Gülyaz Məmmədova hansı məşhur tələbəsindən şikayət elədi? Kamiləm, Sərxanım, Ayşənim, Nigarım, Sədəfəm. Ofeliya Şabanova ad çəkib, yeni qalmaqalın təməlini qoydu. Xoşum gəlməyən bir adam vardı, amma gəldim. Yar mənə ünvanı de, harda görüşək, vaxtı de, zamanı de. Anonslardan gördüyünüz kimi qonağımız müğənni Mehriban Qəmbərovadır. İndi qapını döyək görək bizi kim qarşılayacaq. Harda görüşək. Ay salam əleykum. Əleyküm əsəlam. Qonaq qəbul edirsiniz? Əlbəttə ki, xoş gəlmisiniz. Sabah. Görüşək gəlməsən. Necəsən? Çox sağ ol, sən necəsən? Sabahınız xeyir olsun. Gününüz uğurlu olsun inşallah. İnanıram ki, bugün çox gözəl keçəcək və maraqlı olar. Nəhayət Mehribanın evində qonaq olduq. Hə, artıq ki özümü tarazladım ki, yaxşı, xoş gəlmisən bu arada. İlk dəfə sən gəlirsən. İnşallah yaxşı olar. Ayağın qədəmli ruzul olsun. İnşallah hər zaman bu evə xeyir işlərə gələk. Maraqlıdır, Mehriban səhərlər tez durur, yoxsa çəkilişə görə tez durur? Yox, təbii ki, səhərlər gec dururam. Çəkilişə görə durmuşam. Bir də toy olanda, uzaq səfərə falan gedəndə tez dururam. Bir də bugün. Onda günümüz indi başlayır. Bizim günümüz uğurlu olsun. Tamaşaçılar da görsünlər ki, müğənni Mehribanın bir günü necə keçir. O zaman bir səhər-səhər çay ver bizə, içək, günümüzə başlayaq. Şey, özümüzə gələk, ondan sonra nağayraq gedək. Gedək.
Sən gələnə qədər mən çayı da dəmlədim, süfrəni də qurdum ki, gələndə çox vaxtımız getməsin. Çünki bilirsən ki, bu gün bütünlük günü başımız qarışıq olacaq, axşam da qonaqlarımız olacaq. Ona görə də bir stəkan çay içək, çünki mən içməyəm. Mehriban, mənə maraqlıdır. Bax, televiziya... Salona gedəcəm, çünki vaxt da yoxdur, heç birisi. İnşallah gedəcək. Bu günlər hərəkətli bir günümüz olacaq, amma televiziyada Mehriban çox mənəm deyir. Görüm, indi bu günlər evinə qonaq gəlmişəm də, əlinin qabiliyyətini. Görək bizə nə hazırlayacaq, nə verəcək. Mənim Yalçın, iş görməklə aram yoxdur, yalan danışaram bu barədə desən. Öncədən özün sığortalayın. Özün də bilirsən ki, məndə yalan yoxdur. Yəni, nəyəmsə buyam da, yəni yalan danışmayım. Amma yemək pişməkdə ölürəm yemək pişmək üçün. Ən sevdiyim, demək olar, hobbilərimdən biri yemək pişməkdir. Biri də başqa bir şeydir, onu da demirəm təbii ki, ekran qarşısında. Yəni, çox sevdiyim və vaxtımı ona sərf edəcəyim şey bir yeməkdir. Məsəl üçün də qızım deyir ki, sən yemək pişirəndə mən daha çox nuş olur, daha çox mənə gözəl olur. Ona görə çalışdığım qədər tez-tez ona yeməklər pişirirəm ki, mənim yeməklərimlə izləyir. Nə deyirlər? Anamın yeməyindən yoxdur. Həqiqətən. İndi günə başlamışıq. Mehriban da bizim üçün gözəl bir süfrə hazırlayıb. Çox sağ olsun. Biz səhər yeməyini yeyək və səhər yeməyi yeyə-yeyə də maraqlı bir söhbətlərimizi eləyək. Sən əyləş, mən də çay süzüm sənə qəşəng. Bu qədər səhər yeməyi düzmüsən bura. Maraqlıdır, Mehribanın əlinin duzu var, yoxsa? Yox, əlimin duzu yoxdur. Duzu olsaydı, təbii ki, başqa şeylər olardı. Amma belə yemək pişirəndə əlimin duzu var. Ümumi götürəndə əlimin duzu yoxdur. İnşallah olar. Ən yaxşı hansı yemək hazırlayırsan? Ən çox dostlarım belə deyək də, mənim döşəməli aşımı çox sevirlər. Döşəməli aşımı sevdikləri üçün çox zaman döşəməli aş pişirirəm. Demək olar, mənim həqiqətən yemək barəsində xəngəllər pişirirəm. Çox gözəl, gürcü xəngəli. Xəmir yeməklərini sevirəm mən. Mən də çox sevirəm. Yəni, o şeyləri, yəni, bilmədiyim bir yemək tipi yoxdur. Yəni, bilmədiklərimi belə girirəm, YouTube-dan baxıram. Məsələn, qızım tomat, belə deyək də, pomidor deyirlər, tomat sıvı çox sevir. Mən onu yeni öyrənmişəm, çox dadlı pişirirəm də, yəni dəhşətdir. Yəni bilmədiklərimizi öyrənirik təbii ki. Öyrənməməyə aiddir məncə. Mehriban, artıq neçə il